Bəs qulaq as. İmam Əhmədin necə bu məsələdə ki, mən bildiyimə İmam Əhməd buyur. Mən bildiyimə görə ki, məsələn İmam Əhmədin ən güclü tələbəsi ki yoxdur. İbn Qudamə Əl-Muğni kitabında deyəsən İbn Qudamə onun tələbəsi olmayıb. Hə? İbn Qudamə onun tələbəsi olmayıb. Bəs kimin tələbəsi olur? Buyur, sən sözünü dinə. Yəni inşallah bunu İmam Əhmədin rəylərini istəyirəm. Çünki oğlu deyib, qardaş ki oğlu deyib bunu inşallah, oğlu. Aha. Yox, mən İmam Əhmədi deyirəm. İmam Əhməd. Zəhmət olmasa, yəni elə yaxşı olar ki, açıqlayasan elə İmam Əhmədin. Bəli. Rəyini, namaz qılmayan təşkil etmir demək, yəni bu. Bəli. Ümumiyyətlə, İmam Əhməd, rəhməlullah, bu məsələdə İmam Əhməddən, yəni sırf namaz məsələsi, ümumiyyətlə İslamın 5 ruknu ki var, İslamın 5 ruknu. Bu məsələdə İmam Əhməddən 5 dənə rəy gəlib. Və İbn Qeyyim rəhməlullah Kitab-ı Salah və Hukmu Tarikihə. Bu kitabda o 5 dənə rəyi gətirir. Və sırf namaz məsələsinə qaldıqda isə İmam Əhməddən bu barədə 2 rəy gəlib. Bir rəydə İmam Əhməd namaz qılmayanı təkfir edib. Bu rəy də Usul-ü Sünnədə qeyd elədiyi rəydir. İmam Əhməd Usul-ü Sünnədə deyir ki, kim namazı tərk etsə, o kafirdir, onun qanı da, malı da halaldır. İmam Əhməd bunu Usul-ü Sünnədə qeyd edir və təbii ki, buradan görünən budur ki, İmam Əhməd bu rəyində, bu sözündə, bu qövlündə namazı tərk edəni kafir görüb. Amma başqa rəylərində rahiməhullah namaz qılmayanı kafir görməyib. Məsələn, o rəyi yəni rəvayət olunub Xallalın sünnəsində, İmam Xallal Kitab-ı Sünnədə İmam Əhmədin oğlu Salihdən, yəni Salih ibn Əhməd ibn Həmbəldən nəql edir ki, Salih deyir ki, elə bil ki, Səəltu əbi mə ziyadətül iman və nüqsanuhu. Salih deyir ki, atama sual verdim ki, imanın artması və imanın azalması nədir? Və necə olur? İman artır və necə olur ki, iman azalır? Və İmam Əhməd bu sualın cavabında deyir ki, ziyadətuhul əməl. Yəni, imanın artması əməldir. Əməl etmək. Yəni, iman nə ilə artır? Əməllə. Və nüqsanuhu tərkul əməl. Və imanın azalması, imanın itməsi yox, yox olması yox. İmanın azalması əməli tərk etməkdir. Və İmam Əhməd misal gətirir. Hələ İmam Əhmədin sözü bitməyib. İmam Əhməd deyir ki, imanın artması, insanın, müsəlmanın əməl etməsi və nüqsanuhu tərkul əməl və imanın azalması isə əməli tərk etməkdir. Mislu, məsələn, tərkihis salah və zəkah vəl-həc və ədəəl fəraid. Necə ki, müsəlmanın namazı, zəkatı, həcci və digər fərzləri tərk etməsi kimi. Və İmam Əhməd bu Xallalda, İmam Xallalın sünnəsində nəql olunan rəydir. Həmçinin başqa rəyi də var, o da məşhur məktubudur İmam Əhmədin. Elə bil ki, İmam Əhməd, hansı ki bunu Şeyxülislam İbn Teymiyyə rəhməhullah da Məcmu'ul Fətavada qeyd edib. Məcmu'ul Fətavada qeyd edib. O da İmam Əhmədin öz tələbəsi Musaddədə göndərdiyi məşhur məktubudur.
İmam Əhməd öz tələbəsi Musaddədə göndərdiyi o məktubda orada qeyd edir ki, yəni İslamın elə bil ki, orada qeyd edir ki, iman qövldür və əməldir və iman artır və azalır və kişi ola bilsin ki, imandan çıxsın, İslama girsin, imandan çıxsın, İslama girsin. Yəni, möminlikdən düşüb, müsəlman dərəcəsinə düşsün və İmam Əhməd deyir ki, amma deyir, insanı İslamdan heç bir şey çıxarmaz. İnsanı İslamdan heç bir şey çıxarmaz. İnsanı İslamdan nə çıxarlar? Deyir ki, Allah Azza və Cəlləyə şərik qoşması və Allahın fərz etdiklərindən bir şeyi inkar edərək rədd etməsi. Amma deyir, fəin tərəkəhə, amma deyir, onları inkar etmədən, tənbəlliyindən və ya səhlənkarlığından tərk eləsə, o Allahın istəyi altındadır və Allah istəsə bağışlayar və istəsə ona əzab edər. Bu da həmçinin İmam Əhməddən gələn Musaddədə, tələbəsi Musaddədə göndərdiyi məktubudur, məşhurdur. Bu Tabaqatul Hənəbilədə də var. Məşhur risalədir. Yəni, məsələ belədir. Və bu məsələdə İmam Əhməddən 2 rəy gəlib. İxlasla.com saytı tərəfindən təqdim olundu.